Qobustanın Nərmankənd ərazisində yerləşən, xalq arasında Peyğəmbər mağarası kimi tanınan mağaralar əsrlərin sirlərini özündə yaşadır. Zəngi çayının sol sahilində yerləşən bu unikal məkan 3 ayrı bölmədən ibarətdir. Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Əhəng daşı qatlarında oyulan bu mağaraların kimlər tərəfindən və hansı məqsədlə yaradıldığı barədə bir neçə fikir mövcuddur. Araşdırmalara görə ərazidəki qayaların üzərində Tunc dövrünə aid çanaq işarələri tapılıb ki, bu da mağaraların çox qədim yaşayış məskəni ola biləcəyini göstərir. Digər ehtimala görə mağaralar müdafiə istehkamı kimi istifadə olunub, insanlar təhlükə anında buraya sığınırmış. Ən geniş yayılan fərziyyəyə görə isə mağaralar orta əsrlərdə dərvişlər tərəfindən ibadət məkanı kimi əllə oyulub. Tarix boyu müxtəlif məqsədlərlə istifadə olunan Nərmankənd mağaraları 1918-ci ilin mart hadisələri zamanı yerli əhalinin sığınacağına çevrilib. Arxeoloji qazıntılar aparılmasa da 1920-1930-cu illərin hesabatlarında burada kəşfiyyat xarakterli baxışların olduğu qeyd edilir. Bugün isə Nərmankənd mağaraları həm tarixi irsin izlərini, həm də insanların əsrlər boyu buraxdığı səssiz hekayələri yaşadan bənzərsiz bir məkandır.